Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizdə sizə elektron ticarət saytında blokların əhəmiyyətindən danışacağıq. Blok nəyə görə lazımdır? Bloqun bizə faydası nədir? Gəlin belə düşünək. Biz saytımıza nə qədər çox trafik çəksək və onları doğru şəkildə yönləndirsək, çox satış etmiş ola bilərik. Daha çox müştəri qazanmış ola bilərik. Biz bunu reklamlar vasitəsilə edə bilərik və məhsulun birbaşa özünün Google-da üst sıralamada çıxmasını təmin edə bilərik SEO vasitəsilə. Lakin hər zaman biz məhsulların önə çıxarılmasında effekt əldə edirikmi? Burada problemlər yaşana bilər. Çünki bu formada məhsulları bizdən çox satanlar var və bizdən qabaq başlayanlar var. Misal üçün böyük marketplace-lər var, mağazalar şəbəkələri var ki, onlar saytlarına SEO-da istifadə olunan backlink və s. alaraq daha çox üst sıralarda çıxırlar. Bizə növbəti mərhələdə üst sıralara çıxmağa və müştəri cəlb etməyimizə kömək olur bloqlar. Yəni bizim kateqoriyamız var, hansı nişdə, kimlərə məhsul satırıq və satdığımız məhsullar onların hansı problemlərini həll edir. Bunun əsasında biz saytımızda bloq hissəsi, yəni məqalələr hissəsi hazırlayırıq və orada məqalələr yayımlayırıq, hansı ki bizim alıcı kütləsinin axtarışında ola biləcək məqalələr. Misal üçün, biz bu nümunədəki saytımızda götürmüşük ki, xanımlara, hansı ki ana olmağa hazırlaşan xanımlara biz məhsullar satırıq. Və bizim hədəf kütləmiz bunlardır. Deməli, biz onların axtara biləcəyi məlumatlardan ibarət məqalələr yazmalıyıq ki, həmən məqalələrlə biz Google-da üst sıralara çıxaq və oradan həmən məqaləni axtararkən, bir problemi axtararkən bizim saytımıza daxil olsun, bizim saytımızla da tanış olsun, eyni zamanda oradan biz məhsullara keçid verək. İndi gəlin biz daxil olaq ChatGPT-yə və buraya yazaq. Yenə də biz kateqoriyamızı yazırıq bura ki, bizim müştərilərimiz bunlardır və bizə blog hissəsində yazılacaq mövzulardır. Gördüyünüz kimi artıq bizə müxtəlif növdə mövzular və müxtəlif başlıqlar altında mövzular verir. Və bizə lazımdır ki, burada nə edək? Okay. Burada tutaq ki, bu birinci başlığı götürdük, Ctrl+C, daxil olub, qeyd edirik ki, mövzunun adını. Bu mövzu haqqında SEO-ya uyğun geniş məqalə yaz. Biz bunu bu formada da yaza bilərik və yaxud da məqalənin tipini də deyə bilərik. Daha akademik olsun, daha emosional olsun və s. Tutaq ki, daha emosional olsun. Daha emosional olsun. Gördüyünüz kimi artıq bizim üçün ilk variantı hazırlayır. Oxunaqlı vəziyyətdə hazırlayır. Başlıqlar var, paragraflar var. Və bu formada bizim üçün hazırlayır. Biz də bunu copy-paste edərək götürüb yerləşdirəcəyik saytımıza və SEO üçün əsas açar sözləri də dedi. Burada bizim üçün və bu hissəni biz götürürük. Və yaxud da buradan Ctrl+C daxil olaq saytımıza. Və yazılar hissəsinə daxil oluruq. Buradan mən hal-hazırda olan bir yazını redaktə edəcəm. Bu hissədən olan məhsulun üzərinə gəlib redaktə et deyirik. Və elementoriləri redaktə edin. Bu hissəyə Ctrl+A, Ctrl+V deyirik. Olanlar silinir. Promptu kopyalamışam. Və gördüyünüz kimi bu formada kopyaladıq. Şəkil artırmaq istəyə bilərik və yaxud da buradan şəkilləri dəyişə bilərik. Əgər biz şəkil artırmaq istəyiriksə,
ortaya və bir yerə. Biz bunu silək hələlik. Buradan bir flexbox yaradaq və bu hissəyə plus işarəsindən image deyib axtarış edirik. Gördüyünüz kimi bu formada şəkil seçə bilərik. Və şəklin ölçülərini də istədiyimiz formada buradan verə bilirik və yaxud da bunu iki hissəyə bölüb iki hissədən edə bilərik. Bizə sadə forma lazımdır və bu formada biz şəkili seçdik. Bu hissəni təsdiqləyirik. Hansı ki ad hissəsini əvvəlcə edəcəyik, daha əvvəldə etməliydik daha doğrusu. Və geri qayıtdıqda məqalənin adını bu hissəyə qeyd edirik. Və gördüyünüz kimi bu hissədən isə replace, yəni yenidən şəkil dəyişə bilərik və yaxud da şəkil yoxdursa əlavə edə bilərik hansı şəkil istəyiriksə. Və save deyirik. Bu formada isə artıq biz saytımıza məqalə yerləşdirmiş oluruq. Gördüyünüz kimi məqalə yeniləndi və biz bu formada müxtəlif məqalələr hazırladıqda, bu məqalələr Google-da üst sıralara çıxdıqda avtomatik olaraq bizim saytımıza trafik gəlməyə başlayır və biz bu gələn trafiki təzədən doğru yönləndirərək bir satış süzgəcinə daxil edərək satışlarımızı artıra bilirik. Diqqətiniz üçün təşəkkürlər, minnətdaram. Növbəti dərslərdə görüşənədək.